Əziz şagirdlər, 27 aprel 9-cu sinif buraxılış imtahanında mətn üzrə tapşırıqlara baxaq. Əvvəlcə mətni oxuyaq. Africa is home to one of the famous tribes, the Maasai. Afrika, the most famous, ən məşhur qəbilələrdən olan Masai qəbiləsinə ev sahibliyi edir. Yəni ki, orada yerləşir bu qəbilə və famous sözünün altına xətt çəkirik. Açar söz olduğu üçün. They are known for their unique customs. Onlar özlərinin xüsusi, özəl adətlərinə görə tanınırlar. The name Masai means the one who speaks the Mal language. Masai sözünün mənası Mal dilində danışan bir şəxs deməkdir. The Maasai people travel a lot, moving from one place to another in groups. Masai xalqı qruplar şəklində bir yerdən başqasına hərəkət edir. So they build houses which can be constructed in a new place easily. Ona görə onlar um, yeni bir yerdə, yəni asanlıqla evlər inşa edə bilərlər. Yəni burada easily sözü və build houses a new place, yəni yeni bir yerdə asanlıqla evlər inşa edə bilərlər. The Maasai houses are made of mud, tree branches. Masai evləri adətən palçıq və ağac budaqlarından hazırlanır. The top of these houses are made of grass. Evlərin damı isə adətən nədən? Otdan hazırlanır. It is the job of Maasai women to build these traditional houses. Bu ənənəvi evləri tikmək adətən Masai xalqının, yəni qəbiləsinin xanımlarının vəzifəsidir. The most famous Maasai dance is the Adumi. Ən məşhur Masai rəqsi Adumi adlanır. It is the jumping dance performed by young men. Gənc kişilər tərəfindən ifa olunan və hoppanılan, yəni bir rəqs növüdür. Then they try to jump as high as possible. Onlar mümkün qədər yüksəyə atlamağa çalışırlar. By doing it, they show their strength. Adətən onlar bununla öz güclərini, strength göstərməyə çalışırlar. Maasai children are not named when they are born. Masai uşaqları doğularkən are not named, adlanmırlar. Yəni onlara ad verilmir. It takes 3 months to give them names. Yəni 3 aydan sonra adətən onlara ad verilir. In this period, bu müddət ərzində the mother lives alone. Alone sözü bizim açar sözdür burada, yalnız deməkdir. Together with her child and the child's hair grows. Bu müddət ərzində ana öz uşağı ilə birgə yalnız yaşayır və uşağın saçı böyüyür. Then a special event is held və daha sonra xüsusi bir tədbir keçirilir. During this event, bu tədbir ərzində the child is given a name. Uşağa ad verilir. Demək uşağa 3 aydan sonra xüsusi bir yığıncaqda deyək ad verilir. His hair is cut, onun saçı kəsilir. And it showed the beginning of his life in the community. Və bu onun nəyini göstərir? Cəmiyyətdə, o toplum içərisində həyatının başlanğıcını, the beginning of his life. All of these customs, bütün bu adətlər make the Maasai tribe interesting for the world. Maasai qəbiləsini dünyada maraqlı bir qəbilə edir. Suallara baxaq. 8-ci sual false istəyir bizdən, yəni yanlış variant. A, the name of the tribe comes from the language that is spoken by them. Qəbilənin adı onlar tərəfindən danışılan dildən gəlib, yəni mənşəyi dildir. Bəli, burada qeyd olunur. Maasai means the one who speaks Mal language. B variantı building traditional houses is Maasai women's duty. Maasaidə ənənəvi evlər tikmək qadınların vəzifəsidir. Bəli, burada qeyd olunub ki, women to build. Qadınlar adətən tikir, yəni onların işidir. C variantı the Maasai is a group of people who live in one place till the end of their life. Maasai xalqı ömürlərinin sonuna kimi yalnız bir yerdə yaşayan bir qrup insanlardır. Bu səhvdir. Çünki biz mətnin elə başlanğıcında görürük ki, moving from one place to another, yəni onlar adətən köçəri qrup hesab olunur. Bir yerdən digərinə köçdükləri üçün və burada qeyd olunur, onlar people travel a lot, yəni çox səyahət edirlər.
Cavab C variantı. 9. What is the passage mean about? Mətn nə haqqdadır? Bunu ən yaxşı bilməyin üsulu hər paraqrafda nədən söhbət gedir? Və birinci cümlələrdə də adətən, yəni Masai xalqı, tribe sözü, sonra ikinci paraqrafda da Masaiların adət-ənənələri, yenə Masai qəbiləsi haqqında, yenə də üçüncüdə onların bir adətindən, yəni orada doğulan uşağın saçının kəsilməsindən, maraqlı adətlərindən. Demək, hər hansı bir qəbilədən söhbət gedir. Cavab A variantıdır. The well-known tribe in Africa, Afrikada tanınan bir qəbilə. Bu well-known sözü də birinci paraqrafın elə ilk sözü olan the most famous, ən məşhur qəbilələrdən biri. O sözlə sinonimdir. B niyə səhvdir? The dance of young Maasai men. Rəqsdən, yəni Masai kişilərinin etdiyi rəqsdən bu deyil, çünki %99% bu haqda deyil məlumat. Sadəcə bu haqda bir məlumat var idi. Daha sonra The Life of Women in Maasai Tribe. Maasai qəbiləsində qadınların rolu bu səhvdir, yanlışdır. Çünki orada %90% biz deyirik bu haqda məlumat yoxdur. Yəni ümumi qadınların evləri tikməyi haqqında məlumat olsa da. B variantı da Ancient Traditions in the World. Dünyadakı qədim adətlər. Biz isə xüsusi olaraq Maasai qəbiləsində olan adətləri oxuduq və adətən çalışın cəm olan sözlərdən qaçının variantları seçəndə istəyir dinləmə olsun, istəyir oxu mətni olsun. Adətən bir insan, bir qəbilə, bir yer haqqında olur mətn. Y variantı The Hair of a Child in the Maasai Tribe. Maasai qəbiləsində uşağın saçı, amma yenə də %90% mətn bu saç haqqında deyil. O sadəcə üçüncü paraqrafda məlumat var. Digər paraqraflarda buna bu haqda məlumat yoxdur. Və 10-cu suala baxaq. Cümlə tamamlamadır. The Maasai men jump higher while dancing too. Deyir, Maasai kişiləri daha hündürə tullanırlar rəqs edərkən. Nə üçün? Səbəb nədir? Biz o hissəni tapırıq. Rəqslə bağlı olan hissə jump sözünü tapırıq, dance sözünü tapırıq və to show, they show nə deməkdir? Göstərmək, their strengths, güclərini göstərmək üçün. Bu da cavab C variantındadır. Strength güc deməkdir, strong güclü. Show how strong they are. Necə də güclü olduqlarını göstərirlər. 11-ci suala cavab verməkdir. Why is the baby's hair cut after 3 months? Nəyə görə 3 aydan sonra uşaqların, körpələrin saçı kəsilir? Cavab burada B variantıdır. It shows the start of the baby's life in the tribe. Uşağın qəbilədə olan həyatının başlanğıcını göstərir. Start sözünə uyğun da biz təhlil edərkən beginning sözünün altına xətt çəkdik. Ona uyğun gəlir. His hair is cut. Uşağın saçı kəsilir. And it shows the beginning of his life. Onun həyatının başlanğıcını göstərir. Və 12-ci sual. 12-ci sualda 4 cümlə verilir və biz ikisini true, doğru olanı seçəcəyik. The Maasai can construct their houses in different places easily. Maasai xalqı öz evlərini müxtəlif different places yerlərdə easily, asanlıqla tikə bilərlər. Bəli, məhz birinci paraqrafda bu haqda məlumat var ki, in a new place, yəni yeni bir yerdə onlar köçəri qəbilə olduğu üçün easily, asanlıqla öz evlərini tikə bilirlər. Bir doğrudur. 2. Maasai people name their children when they are born. Uşaqlar doğulanda Maasai xalqı uşaqlarına ad verirlər. Buradakı açar sözlər bu səhvdir. 2 səhvdir. Çünki buradakı açar sözlərə baxsaq, when they are born name. 3-cü paraqrafda Maasai children are not named. Yəni burada inkar verilib. Uşaqlar doğulanda when they are born onlara ad verilmir. 2 yanlışdır. 3. The Adumu is the most well-known Maasai dance. The Adumu Maasai ən məşhur Maasai rəqsidir. Bəli. Biz o ikinci paraqrafa baxırıq. The most famous Maasai dance is the Adumi. Eyni cümlələr well-known sözü ilə most famous sözü demək olar sinonimdir. 1, 3 doğru cavabdır. 4-də isə deyir Maasai mother and newborn child live with others. After the child is born, Maasai ana və, yəni Maasai qəbiləsindən olan ana və onun yeni doğulmuş körpəsi uşaq doğulandan sonra digərləri ilə, with others, yaşayır. Ancaq 3-cü paraqrafda bu qeyd olunub ki, the mother lives alone. Ana tək yaşayır öz uşağı ilə bir yerdə. Demək, bu mətni də işləyərkən sözləri bilmək və müəyyən taktikalardan istifadə etmək lazımdır ki, yəni, məsələn,
üçə baxaq. Cümlənin, adum sözünün işləndiyi yeri tapırıq mətndə. Sonra məsələn ikincidə uşaqların doğulandan sonra onlara ad verilməyi o üçüncü paraqrafın birinci cümləsidir, ancaq bu cümlə təkdə inkardadır. Yəni müəyyən taktikalar və söz balansının olması ilə mətni çox rahatlıqla yazmaq olar.